Salam dostlar, bugün bu videomda Almanya ilə bağlı ən çox verilən suallardan biri Almaniyaya dil bilmədən gələ bilərəmmi sualını cavablamaya çalışacağam. Və bu videonu çəkməkdə əsas məqsədim nədir? Dostlar, düşünürəm ki, həm sual verən tərəfin, həm də ki, sualı cavablayan tərəflərin buraxdığı bir çox səhv var və bundan dolayı bu videonu çəkirəm. İlk öncə dostlar, sual verən tərəfin səhvini açıqlayayım. Sual verən tərəfin səhvi bu sualı bu formada verməyidir. Çünki bu sual Almaniyaya dil bilmədən gələ bilərəmmi sualı çox ümumi bir sualdır. Altında hansı məqsədlər yatır bəlli deyil. Bəlkə məsələn siz turistik olaraq gəlməyi soruşursunuz. Turistik olaraq gəlmək istəyirsinizsə, xeyr, dil bilməyinə ehtiyacınız yoxdur. Bəlkə işçi vizasından soruşursunuz, işçi vizasından gəlməyi. Həm var, həm yoxdur. Çünki bunu sizə Almaniyaya dəvət edən şirkət tərəfindən sizdən olunan tələblərdən asılı olan bir şeydir. Və yaxud da ki, bəlkə Ausbildung olaraq gəlməyi soruşursunuz. Xeyr, qayda qanun olaraq sizin dil bildiyinizə ehtiyacınız var, amma yenə də gələ bilərsinizmi? Bəli, hiylə işlədərək, intervyuya başqasını soxaraq falan filan, yəni qeyri-qanuni yollarla gələ bilərsiniz. Amma gəldikdən sonra sizin hansı çətinlikləriniz olacaq, o isə başqa bir videonun mövzusudur. Yəni, qısaca bu sualı yönləndirməmişdən öncə Almaniyaya gəliş məqsədinizi bildirməlisiniz və biz bu yöndə sizə net bir cavab verə bilərik. Ayrıca olaraq da bu sualın cavabı net bir məntiqdə yatır. Əgər Almaniyadan dəvət edən tərəf bu iş yerdə ola bilər, təhsil yerdə ola bilər, hər hansısa bir şəxs də ola bilər, sizi dəvət edərkən sizin qarşınıza şərt qoyursa ki, sizin dil biliyiniz olmalıdır, bu təqdirdə Almanca dil biliyinə ehtiyacınız var. Yox, tələb etmirsə, Almanca dil biliyiniz olmadan Almaniyaya gələ bilərsiniz. Sual verən tərəfin səhvlərini açıqladım, indi isə cavab verən tərəfin səhvləri nədir, onu açıqlamağa çalışacağım. Deməli, birinci səhv düşünürəm ki, hər hansısa bir şəxsin, yəni cavab verən bir şəxsin Almaniyada keçdiyi praktika, yaşadığı hadisələrə dayalı bir səhv cavabdır. Məsələn, yəni hər hansısa bir şəxsdir, Almaniyaya gəlib, dil biliyi yoxdur və başına çoxlu hadisələr gəlibdir, çoxlu çətinliklər yaşayıbdır və sonradan, yəni hər hansısa bir video paylaşır, canlı yayım açır, siz də bu sualı ona yönləndirirsiniz və o da özünə əsasən sizə cavab verir və bunu yetərincə açıqlamır. Qısaca olaraq deyir ki, Almaniyaya dil bilmədən gəlmək olmaz, gələ bilməzsiniz. Yəni, arxasındakı çətinlikləri danışmır, keçdiyi hadisələri danışmır. Qısaca olaraq buna cavab verir ki, siz Almaniyaya dil bilmədən gələ bilməzsiniz. Cavab verən şəxsin ikinci bir səhvi isə budur ki, onun işlədiyi iş. Yəni, o Azərbaycandan hər hansısa bir işə dəvət alır və o iş yeri isə bu şəxsdən dil biliyi tələb edir və bu əsasda sizə deyir ki, Almaniyaya dil bilmədən gələ bilməz və mövzuya yetərincə hakim deyil. Yəni, özünə əsasən sizə cavab verir. Cavab verən şəxsin üçüncü ən böyük səhvi isə, niyə ən böyük səhv deyirəm? Çünki bu səhv qəsdli bir səhvdir, maddiyyata dayalı bir verilmiş səhv məlumatdır. Çünki bu şəxslər ya hər hansısa bir kursun işləyənidir, orada dil müəlliməsidir və yaxud da ki, hər hansısa bir işləyənidir, ya kursun rəhbəridir, ya da ki, komissiyaçıdır. Məsələn, hər hansısa bir kursa müştəri göndərir, bunun qarşılığında komissiya alır. Və dediyim kimi, bu səhv məlumat maddiyyata dayanan bir səhv məlumatdır. Çünki belə deyim sizə, açıq olaraq görürəm TikTok üzərindən məsəl üçün hər hansısa bir kurs rəhbəri, kurs işləyəni və yaxud da kurs müəlliməsi, komissiyası çıxır, deyir ki, Almaniyaya dil bilmədən gedə bilməzsiniz və Azərbaycandakı bəzi kursların da əlində olan işləri bilirəm ki, məsəl üçün hansı ki o işlər burada dil biliyi tələb eləmir və şirkətin özünü də tanıyıram, dil biliyi tələb eləmir. Yəni, buna qarşılıq onlar yenə də həmən müştərilərinə dil öyrədib, əlavə olaraq dil öyrədib, əlavə ödəniş qazanıb, hələ göndərməyə üstünlük tuturlar və buna əsasən də sizə deyirlər ki, Almaniyaya dil bilmədən getmək olmaz. Faktiki, yəni bu belə deyil. Və inşallah ki, bu videom çox önə çıxarsa əgər, inanıram ki, bir neçə ağıllı şəxs videomun altına komment yaza bilər ki, ay sən nəyisə satmaqdan ötürü belə deyirsən və yaxud da ki, mən və yaxud da ki, mənim nəyimsə Almaniyaya dil bilmədən gəldi, belə oldu, elə oldu falan filan. Və bunu deyim ki, dostlar, mən bu videomda sadəcə sizə bunu anlatmağa çalışdım ki,
siz Almaniyaya dil bilmədən gələ bilərsinizmi ya yox? Yəni gələrsəniz nə olar, nə olmazı anlatmadım. İnşallah ki, növbəti videolarımda da dil bilmədən gələrsəniz nələr ola bilər, çətinlikləriniz nələr olacaq və yaxud da olmayacaq. Çünki bu mövzuda şəxsən şəxsə dəyişər bilən bir mövzudur. İnşallah ki, onu da növbəti videolarımda çəkib paylaşacağım.